Tibbi məsələlər üzrə ekspert Zakir Quliyev bildirir ki, süni intellekt yalnız müəyyən xəstəliklərlə bağlı internetdə mövcud olan ümumi məlumatları təqdim edə bilər. Lakin real müalicə aparmaq imkanına malik deyil. Həkimlər isə təkcə xəstəliyi yox, xəstənin özünü müayinə və müalicə edirlər. Biz hər hansı süni intellektdə biz şikayətlərimizi yazdığımızda, xəstəliyimizi yazdıqda o bizə standart əzbərə bir müalicə verə bilər. Amma biz bu xəstənin individual yanaşırıq, qapıdan içəri girənə qədər biz xəstənin öncə yerişindən, necə yeriyir, xəstənin xarici görünüşündən, hansısa simptomlar varmı, yoxmu, buradan başlayır bizim müayinəmiz. Daha sonra xəstənin şikayətlərinə uyğun olaraq qulaq asılır, xəstənin fiziki müayinə olunur, yəni xəstəyə toxunulur, xəstənin ağciyəri, xəstənin ürəyinə qulaq asılır, xəstənin lazım olsa qarın boşluğu müayinə edilir. Ondan sonraki etaplarda isə lazım olan qan analizləri və yaxud da instrumental digər müayinələr olunur. Həkim əksər hallarda süni intellektin tibbi mövzularda, xüsusilə də müayinə və müalicədə ciddi nöqsanlara yol verdiyini bildirir. Süni intellektdə yazırıq, baş ağrım var, nədən ola bilər? Süni intellektin ilk verəcəyi cavablardan biri nədir? Beyin xərçəngi. Nə olur vətəndaş? Avtomatik olaraq o şikayətinə uyğun olaraq beyin xərçəngi xəstədə artıq ciddi stresə səbəb ola bilər. Xəstə ciddi nevroloji problemlər gətirib çıxarda bilər. Amma xəstənin baş ağrısı ilə bərabər digər simptomlarına qulaq asdıqda görürük ki, bu sadəcə olaraq xəstənin sadəcə bir günlük gərginlik baş ağrısıdır. Bəzən də süni intellektə müraciət edən vətəndaşlarımız olur ki, süni intellektin dediyi prosedurla gedirlər və günü-gündən xəstə ağırlaşır. Səhiyyə Nazirliyindən isə bildirilib ki, Nazirlik bu kimi neqativ halların qarşısını almaq üçün bir çox maarifləndirici layihə və tədbirlər həyata keçirir. İnsanları sağlamlıq məsələlərində diqqətli olmağa və yalnız müayinələrdən sonra həkimin təyin etdiyi müalicəyə əməl etməyə çağırır.